Sinif 7-ci mövzu oduncağın tədarükü və mişar materiallarının istehsalıdır. Bu mövzumuzda oduncağın emal texnologiyalarını öyrənəcəyik, həmçinin də ağac emalı sənayesinin nə işlə məşğul olduğu, ağac emalı sənayesində hansı materialların alındığı və ağac emalı sənayesində hansı peşə sahiblərinin olduğu haqqında məlumat toplayacağıq. İlk öncə ondan başlayaq ki, ağac emalı sənayesi mişar materiallarının, piltələrin, oduncaq məmulatlarının hazırlanması ilə məşğul olur. Ağac emalı sənayesində mişarçılar, çərçivəçilər, dəzgahçılar, xarratlar, dülgərlər və sair kimi peşə sahibləri işləyirlər. Demək ki, oduncaqla məşğul olan hansı usta, hansı peşə sahiblərini tanıyırıqsa, onlar ağac emalı sənayesində peşə sahibləri kimi işləyirlər. Oduncağın hansı emal növləri var? Oduncağın emal edilmə üsulundan asılı olaraq həm də məmulatın növlərini, həm də həmin məhsulların alınmasında hansı fəhlə peşələri var, onlar haqqında danışaq. Oduncağın ümumilikdə 3 növü var, 3 emal növü var daha doğrusu. Mexaniki kəsmə, kimyəvi parçalanma, termik parçalanma. Mexaniki kəsmədə adətən asan emal yolu sayılır və sadəcə oduncağın kəsilərək alındığı, düzəldildiyi məhsullar nəzərdə tutulur. Mexaniki kəsmədə alınan məhsullar əsasən mişar materiallarıdır. Qapılar, pəncərələr, mebel, parket, qablaşdırma materialları, çəlləklər, fanir, piltələr və oduncaqlar. Bunlar mexaniki kəsmə yolu ilə alınır və bu məhsulların alınmasında isə dəzgahda işləyən mişarçı, fəhlə, xarrat dəzgahında işləyən dəzgahçı, ağac emalında operator, dülgər və sair kimi fəhlə peşələri fəaliyyət göstərir. Kimyəvi parçalanmada isə kağız, karton, selüloz, fotolent, kinolenti, şin, rezin ayaqqabı və sair kimi məhsullar alınır və bu məhsulların alınmasında da selüloz bişirən presləyici operator və sair kimi fəhlə peşələri mövcuddur. Termik parçalanmada isə yağ, spirt kimi məhsullar alınır. Oduncağın parçalanması üzrə aparatçı, meşə kimyası qurğusu operatoru və sair kimi fəhlə peşələri mövcuddur. Deməli, hərəsini bir açar sözlə yadımızda saxlasaq, mexaniki kəsmədə, yenə deyirəm, asan emal növü sayıldığı üçün yalnız kəsmə yolu ilə alınan materiallar alınır və kəsmə yolu ilə bunu kimlər yerinə yetirə bilərsə, həmin fəhlə peşələri elə mexaniki kəsmədə fəhlə peşəsi kimi nəzərdə tutulur. Bunlara aiddir xarratlar, dəzgahçılar, mişarçılar, operator, dülgər və sair. Kağız kartonun alındığı kimyəvi emal növündə isə iştirak edən peşə sahibi isə selüloz bişirən presləyici operator və sairdir. Selüloz sözü həm məhsulda, həm də fəhlə peşəsində mövcud olduğu üçün kimyəvi parçalanmanı selüloz sözü ilə də yadda saxlamaq mümkündür. Termik parçalanmada isə artıq yağ və spirt, yəni maye, məhlul halına gəldiyi üçün onları kimya sözü ilə fəhlə peşəsini yadımızda saxlaya bilərik. Oduncağın parçalanması üzrə aparatçı, meşə kimyası qurğusunun operatoru da termik emal növünün fəhlə peşələri hesab olunur. Ağaclar təbiətimizdə əvəz olunmaz rola malikdir. Ağaclar öz ətrafında bitki və heyvan aləminin qarşılıqlı əlaqədə inkişaf etdiyi mikroiqlim yaradır. Ağaclar həmçinin bizim nəfəs aldığımız oksigeni hasil edir, karbon qazını udur. Bir sözlə təbiətdə ağciyər rolunu oynayır. Təbiətdə məhv olan ağacların sayı çox təəssüf ki, əkilənlərdən daha çoxdur. İldən ilə meşə yanğınları və sair kimi təbiət fəlakətləri, təbiət hadisələri nəticəsində ağaclar, yaşıllıqlar məhv olur və bu meşə yanğınları zamanı məhv olan ağacların əvəzində təbii ki, yeni ağaclar, yeni meşələr salınaraq təbiət bərpa olunmalıdır. Tikintidə istifadə etmək üçün adətən 80-120 yaş arası ağaclardan istifadə olunur, tədarük edilir. Belə oduncaq yetişmiş oduncaq hesab olunur. Ağaclar elektrik mühərrikli və benzin mühərrikli mişarlarla və yaxud da ki, kəsdiyi ağacları digərlərini korlamadan lazım istiqamətdə aşıran meşəqıran maşınların köməyi ilə kəsilir. Nə ilə kəsildi ağaclar? Elektrik mühərrikli və benzin mühərrikli mişarlarla kəsildi. Həmçinin də meşəqıranlar vasitəsilə ağaclar da kəsilib tədarük edilə bilər. Elektrik mühərrikli və benzin mühərrikli mişarlardan ən səmərəlisi benzin mühərrikli hesab edilir, çünki bütün şəraitlərdə istifadə etmək asandır. Bu mövzumuzda 5-ci sinifdə keçirilən mövzunu biraz yadımıza salmalıyıq, çünki ortaq cəhətləri çoxdur. Həmçinin biz 5-ci sinifdə də mişar materiallarını öyrənmişdik. Tir, şalban, lövhə, bunların nə olduqlarını, kötüyün nə olduğunu artıq hamısını öyrənmişik. Bu dərsimizdə də demək olar ki, ümumiləşmiş şəkildə həmin dərsə çox bənzər məlumatlar var. Məsələn, kök və budaqlardan təmizlənmiş, kəsilmiş ağac gövdələri, qol budağı təmizlənmiş ağac materialı əldə olunur. Yəni bu kök budaqlardan təmizlənmiş ağac gövdəsindən nə əldə olunur? Qol budağı təmizlənmiş ağac materialı. Biz nə öyrənmişdik? Biz öyrənmişdik ki, heç bir tullantısı olmayan konstruktiv material nə adlanır? Oduncaq adlanır. Yəni ki, hər tərəfi kökdən budaqlardan təmizlənmiş ağaca oduncaq deyilir. Yəni qaydalar çox bənzərdir bir-birinə. Qol budağı təmizlənmiş ağaclar eninə mişarlanır və bundan da nələr alınır? Mişar materialları. Hansı mişar materialları? Şalban, tir, kötük əldə edilir. Bunlar yük maşınlarına yığılır və yaxud da ki, ağac daşıyanlarla emal müəssisələrinə daşınır. Benzin mühərrikli deməli mişardan danışaq. Benzin mühərrikli mişar öz quruluşuna görə mexanikiləşdirilmiş əl alətlərinə aiddir. Bu mişar daxili yanma mühərrikləri ilə hərəkətə gətirilir. Benzin mühərrikli mişarın quruluşunun sadə olması onun etibarlılığının göstəricisidir. Sadə quruluşlu mişar çətin şəraitdə müntəzəm işləyə bilir. Nəyə görə diqqət etdinizdə əgər
dedik ki, benzin mühərrikli elektrik mühərriklidən daha səmərəlidir. Yəni elə bir şəraitlərdə istifadə etmək olur ki, elektrikin olmadığı, əlçatmaz olduğu yerlərdə belə benzin mühərrikli mişardan çox asanlıqla istifadə etmək mümkündür. Ona görə də çətin şəraitlərdə müntəzəm işləyə bilir cümləsini asanlıqla qura bilirik benzin mühərrikli mişar haqqında. Oduncaqdan hazırlanan, onun təbii quruluşunu qoruyub saxlayan bütün materiallara meşə materialları deyilir. Deməli, təkrar edirik, oduncaqdan hazırlanan və təbii quruluşunu qoruyub saxlayan bütün materiallara meşə materialları deyilir. Şalbanlardan, binaların döşəmələri üçün tirlər, müxtəlif taxta konstruksiyalar hazırlanır. Mişar materialları əldə edilir. Şalban uzunluğu ən azı 3 metrdən çox olan meşə materialına deyilir. Deməli, şalbandan nə alındı? Binaların döşəmələri üçün tirlər, müxtəlif taxta konstruksiyalar və bir də mişar materialları. Uzunluğu 3 metrdən çox olan meşə materialına şalban deyilir. Karandaş, xizək, yonulmuş şpon hazırlamaq üçün nəzərdə tutulmuş, uzunluğu 2-4 metr olan mişarlanmış meşə materialına tir deyilir. Deməli, tirdən nə alındı? Karandaş, xizək, yonulmuş şpon. Bunların alınması üçün 2-4 metr uzunluğunda olan hansı meşə materialından istifadə olunur? Təbii ki, tirdən. Soyulmuş və yonulmuş şponun hazırlanması üçün nəzərdə tutulmuş, uzunluğu 2 metrə qədər olan qısa meşə materialı kötük adlanır. Qısa meşə materialı. Nəyə görə? Çünki uzunluğu 2 metrə qədər nəzərdə tutulur. Buna da nə deyildi? Kötük. Kötükdən nə alınır? Soyulmuş və yonulmuş şpon. Bir-birinə yapışdırılmış şpon təbəqələri faner adlanır. Ağac materialları nizamla, qalaqlarla yığılmış vəziyyətdə saxlanılır. Meşə materiallarının diametri metrə, ölçmə çəngəli və ya dəmirbəndlə ölçülür. Deməli, diametr dedikdə nə yadımızda saxlayırıq? Ölçmə çəngəli, dəmirbənd və metrə. Bu üçü diametri ölçür. Amma ən kəsliyi oval şəkildə olan bəzi gövdələr, oduncaqlar da vardır ki, onların orta diametrini hesablamaq üçün düsturdan istifadə etməliyik. Həmin düsturda D1 və D2 kimi diametrlər şalbanın həm baş hissəsində, yəni qarşılıqlı olaraq oval olduğu üçün ensiz və enli tərəfdən diametrlər ölçülür. D1, D2 kimi işarə olunur. Sonra onu hesablayıb orta diametri tapılır. D bərabərdir D1 üstəgəl D2 böl 2. Yəni ki, onun orta diametri onun ümumi diametr hesabını 2-yə bölməklə tapılır. Şalbanın uzunluğu rulet, ölçmə reykası və metrə ilə ölçülür. Deməli, metrə ikisində də var. Həm diametrini ölçmək üçün, həm uzunluğunu ölçmək üçün hər ikisində metrədən istifadə olunur. Sonra diametri ölçmək üçün nədən dedik istifadə olunur? Ölçmə çəngəlindən. Ölçmə çəngəli ancaq diametrdə istifadə olunur. Amma uzunluğu ölçəndə ölçmə reykasından istifadə olunur. Belə yadımızda saxlayırıq ki, reyka düzdür, heç vaxt diametri əyilib götürə bilməz, ancaq uzunluq ölçə bilər, taxtadandır, əyilmir. Ona görə bu nəyi ölçə bilər? Uzunluğu ölçə bilər. Reykanı belə yadımızda saxlayırıq. Ölçmə ruleti. Rulet isə qatlana bilər. Yəni düzdür. Qatlanır, amma tam olaraq diametri onunla ölçmək heç də rahat deyil. Ona görə də rulet uzunluğu ölçmək üçün nəzərdə tutulur. Deməli, metrə hər ikisində var. Ölçmə reykası uzunluqdadır, ölçmə çəngəli diametrdədir. Dəmirbənd diametri ölçür və rulet isə uzunluğu ölçür. Yəni bir-birindən bunları fərqləndirdik və yadımızda saxlayırıq. Şalbanın diametri və uzunluğuna görə həcmi hesablanır. İstehsalatda meşə materiallarının həcmi onların təpə diametri və uzunluğundan asılı olaraq xüsusi cədvəllərlə daha dəqiq müəyyənləşdirilir. Meşə materiallarının əsas həcmi ağackəsən dəzgahlarla əldə edilir. Ağackəsən dəzgahda alınan əsas mişar materialları taxta və tirlərdir. Taxtalar kənarları kəsilmiş və ya kəsilməmiş, yəni kənarından mişarlanmış şəkildə istehsal edilir. Ağackəsən dəzgahda deməli hansı materiallar alınır? Taxta və tirlər. Ağackəsən dəzgahda xüsusi vallar var. Vallar sayəsində şalban mişarlara tərəf itələnir, götürülür. Yəni vallar şalbanı mişarlara tərəf apardıqda mişarlar yerləşdirilən istiqamətdə, əgər taxtadırsa, müəyyən istiqamətdə mişarlar yerləşdirilir. Əgər tir alınacaqsa, o da ona uyğun şəkildə yerləşdirilərək valların şalbanı mişarlara tərəf aparması sayəsində artıq ya taxta ya da ki tirlər şəklində emal edilir.